Azərbaycanlı müğənni Elnur Məmmədovun uşaqlıq illərinə aid görüntüləri sosial şəbəkələrdə gündəm olub. Publika.az xəbər verir ki, yayılan kadrlarda Elnurun ASTV efirində çıxış etdiyi anlar əks olunub. Onun hələ kiçik yaşlarından səhnədə sərbəst davranışı və ifa bacarığı izləyicilərin diqqətini çəkib. Sosial media istifadəçiləri Elnur Məmmədovun erkən yaşlarından istedadlı olduğunu vurğulayaraq onun ifasını yüksək qiymətləndiriblər. Bir çoxları müğənninin bugün qazandığı uğurların təməlində məhz uşaqlıqdan gələn zəhmət və qabiliyyətin dayandığını qeyd edib. Sözü gedən görüntülər qısa zamanda geniş yayılaraq izləyicilər arasında maraqlı müzakirələrə səbəb olub. Azərbaycan övladıyıq, başımızələ qanadıyıq, salam verib al səhərə, başlamışıq bu səhərə, hey, 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 dolaşırıq ölkələri, ürəklərdə Azərbaycan, səhər axşam arzulayar, ürəklərdə